Salam uşaqlar. Bu günləri baxacağıq biz Excel-də riyazi düsturlara. Burada qeyd etmişəm riyazi düsturlarımız hansıdır? Sumdır, SUMIF-dir, ABC-dir, FACT-dir, Power, Product və Power-dir. Qarşısına da izahını qeyd etmişəm. Yəni sizin verilmiş böyük həcmli, kiçik həcmli cədvəlinizdə riyazi hesabatların aparılması tələb olunarsa, riyazi düsturlardan istifadə edəcəyik. Biz riyazi operatorlar vasitəsilə iki xananın, diapazonun və s. kimi verilmiş şərt qarşısında toplama, çıxma, vurma, bölmə bu əməliyyatları lap birinci dərsimizdə qeyd etmişdik və cədvəlimizdə nümunələr üstündə göstərmişdik. Toplama ilə, çıxma ilə riyazi operatorlar vasitəsilə hansı əməliyyatları icra edə bilirik, onu göstərmişdik. İndi baxaq düsturlar vasitəsilə necə icra edirik, nə zaman, hansı düsturdan istifadə edirik. İki xananın toplanması üçün, verilmiş diapazonun toplanması üçün SUM-dan istifadə edəcəyik. SUM bizə deyir ki, verilmiş xananı və yaxud da ki topla. Yəni bildiyimiz plus işarəsi, yəni üstə gəlmə, iki xananın toplanması SUM düsturundan istifadə edəcəyik. SUMIF burada da qeyd etdiyim kimi şərt daxili xanaları və diapazonları toplayır. Yəni, şərt daxili deyəndə bizə müəyyən bir şərt verəcək. Tutalım, mən deyirəm ki, 5-dən yuxarı olan ədədlərin cəmini, 5-ə bərabər olan ədədlərin cəmini, 5-dən kiçik olan ədədlərin cəmini. SUMIF-dir. ABC moduldur, yəni mənfi hər hansı bir xananı müsbətə çevirəcək. Faktorial verilmiş xananın faktorialını tapacaq. Product iki xananın hasilini tapacaq, Power isə qüvvətə yüksəldəcək. Və burada bir düsturumuz var, SQRT isə xananın kökünü tapır. Ən çox istifadə olunan riyazi düsturlar budur. Yəni bizə sual versələr ki, Excel-də riyazi düsturlar hansıdır, bunları qeyd etməyimiz kifayət. Ən çox, ən məşhur riyazi düsturlardan biridir. Biz düsturları qarşımıza gətirmək üçün formulası deyilən lent tabına daxil olanda, burada gördüyümüz kimi bizə lazım olan düsturların siyahıları verilib. Finansal, logical, text, data at time və s. kimi düsturlar burada var. Insert function hissəsinə daxil olanda sizə belə bir düstur pəncərəsini açır. İndi bu düstur pəncərəsini sizə göstərəcəm. Bu pəncərədən çox istifadə olunan, yəni qarışıq riyazi, statistiki düsturları var, yəni qarışıq formada ən çox istifadə olunanları burada qeyd edir. Avtosum hissəsinə gələndə avtosum avtocəmlə deyil. Klaviatura qısa yolunu da üstündə qeyd edib. Məsələn, avtocəmlə demək o deməkdir ki, tutalım bu diapazonun cəmi sizə lazımdırsa, səmin diapazonu seçib. Əlbəttə ki, sizə avtocəmə deməkdir ki, avtocəmini tapır da. Klaviaturadan alt ardıca bərabər deyəndə verilmiş bu diapazonun cəmini tapacaq. Artıq bilirsiniz, seçilmiş diapazon nə deməkdir? Yəni, xanalar toplusu, seçilmiş xanalar toplusu diapazondur. Mən bunu şaquli də edə bilirəm, mən bunu üfüqi də həyata keçirə bilirəm. Cəmini tapacaq. Gələcəksiniz bu üçbucağın üstünə bir dəfə klikləyəndə. Yenə sizdən çox istifadə olunan more function hissəsinə də daxil olduqda isə daha çox düsturları görə biləcəksiniz. Amma bu dialoq pəncərəsi ən çox istifadə olunanları göstərir. Biz bu dialoq pəncərəsində Home link tabının editing əmrlər qrupu içərisindəki avtosamla da görürük. Formulasa gəldik. Bu xananı təmizləyirəm. Formulasında mənə lazımdır ki, nə? Riyazi və trigonometrik, matematik çizgi və trigonometriyə aid olan düsturlardır. Çünki bu qeyd etdiyim düsturlar riyazi düsturlardır. Məsələn, mənə verilmiş bu cədvəldə sıra nömrəsi, maaş, bonus, yekun kimi başlıqlar qeyd etmişəm və random rəqəmlər qeyd etmişəm, müəyyən bir məbləğ qeyd etmişəm. Tutalım, gəlib cədvəldə maaş var, bonus var, yekunun hesablanması tələb olunarsa, biz dedik ki, bərabər qoyub xana ünvanını seçməklə iki xananın toplanması prosesini həyata keçirə bilirdi. 3 xana, 4 xana, 5 xana, necə xana varsa tələb olunursa, onun toplanmasını həyata keçirə bilirdi. Enter deyirdi,
Həmin hesabat apardığımız xananın üzərinə gəlib, buradakı bu 4-cü görürəm. Onun da 3-cü ağ pilusu yerləşdirirəm, olur qara pilus. Tutub aşağı çəkirəm. Və yaxud da ki, arda 2 dəfə klikləyirəm, sütun boyu mənə cəmini hesablayırdı. Mən bunu riyazi düstur vasitəsilə etmək istəyirəmsə, məsələn, gəlib mənə sual olaraq verirlər ki, 2 xananın cəmini tap. Maaş var, bonus var, yekunu hesabla. Necə edərəm? Riyazi düsturlar olduğu üçün, samı tapmaq üçün riyazi düsturlar adlanan belə bir kitabxanaya daxil olacağım. Daxil olduqdan sonra burada görürəmsə, samı tapıb istifadə eləyəcəm. Məsələn, burada var. Insert function hissəsinə daxil olanda, yadınıza düşürsə, bura daxil oldum. Daha doğrusu insert function hissəsinə daxil olanda açılan eyni adlı dialog pəncərəsinə. Mənə lazımdır nə? Bu gördüyümüz riyazi düsturlardır və trigonometriyaya aid olan düsturlardır. Mənə lazımdır ki, sam, çünki mən 2 xananın və yaxud da ki, diapazonun cəmini tapmaq istəyirəm. Sam dedim, bir dəfə klikləyib gəlib təsdiq edirəm. Açılır belə bir pəncərə. Açılan bu pəncərə mənə number 1, number 2, number 3, məsələn, number 1, 5, number 2, 3, number 3, 6 bu ədədləri tap deyil. Mənə lazımdır, məsəl üçün, Y2 xanası ilə seçdim. Görürsünüzmü? Kursoru xana üstünə gətirəndə ünvanını qeyd edeyim. Keçdim ikinci xanaya. Məsələn, mənə lazımdır hansı C2 xanası. F2 olsun. Daha doğrusu gəlin ünvanı dəqiq yazaq. Hal-hazırda məsələn 4567 dayanan xananın ünvanı lazımdır. Üstünə bir dəfə klik ünvanı aldı. Getdim növbət dəfə bunu da yazdım. Sürüşmə oldu deyin, yerini yanlış. Məsələn, bonus lazımdırsa, yekunu hesablamaq üçün maaş və bonus elementləri lazımdırsa, gələcəm 1500 yazılmış xananın dayandığı ünvanı qeyd etmiş olacaq. Üçüncü bir rəqəm lazım olsa, üçüncü birini əlavə edirsiniz. Burada ünvanlara aid olan, ünvanların aid olduğu rəqəmlər burada göstərir. Məbləğlər burada göstərir. İlkində isə onun cəmini mənə verir. Demək mənə deyir ki, sən bu qutulardan number 1, number 2, number 3-dən 255 dənə əlavə edə bilərsən. Yəni, siz gəlib bura istədiyiniz bir rəqəmi də yaza bilərsiniz. Onun yekun cəmini hesablayacaq sizə. Təsdiq edirsiniz, sizin üçün həmin xananın cəmini tapır. Sam vasitəsilə. Və funksiya pəncərəsində biz demişdik ki, bura formula bardır. Formula barda xanayan dayandığı, yəni xana hansı xanada dayanmışamsa, həmin xananın bu hissədə hesabatı görsənir. Keçək indi buradan məsələn klaviatura vasitəsilə sam düsturunu hesablayaq. Necə hesablayacaq? Bərabər yerləşdirəm. Klaviaturadan mən sam çağırım. Samı klaviaturadan yığıram. Verilmiş düsturu xanaya almaq üçün yazmışam, tam almamışam, düstur kimi təsdiq etməmişəm. Etmək üçün tabdan istifadə edəcəm. Tab deyib düsturu aldım. Aşağıda gedəcəyim yolu mənə göstərir. Məsələn, mən 2 dənə xananın toplanması mənə lazım olmazsa, nöqtəli vergüldən istifadə edəcəm. 3 dənə xananın toplanması lazım olarsa, nöqtəli vergüldən istifadə edəcəm. Və number 1, number 2 burada arada nöqtəli vergül var. Məsələn, mən gəlib 3214-ü 14 ilə nöqtəli vergül klaviaturadan bu şərtdir. Durğu işarəni qoymaq. Bəziləri elə başa düşür ki, nöqtəli vergül plus işarəsidir. Xeyr, nöqtəli vergül samın simvoludur, vergül də ola bilər. İndi bu açılan pəncərədə sizə nə verilibsə, onu da qeyd edəcəksiniz. Nöqtəli vergül verilib. Mən də nöqtəli vergülü yerləşdirirəm. Dili dəyişək. Nöqtəli vergül 1500. Yəni 3214-ün dayandığı xana ünvanı Y3-dür. 1200-ün dayandığı isə F3-dür. Mən yekunda pəncərəni bağlamalıyam. Yəni, düstur mənə onu deyir ki, pəncərəni mütləq sən bağlamalısan. Klaviaturanı gətirək, pəncərəmizi bağlayaq.
Keçdi izaha. Mənə iki xananın cəminin tapılmasını indi klaviaturadan da göstərirəm. Sam düsturu ilə belə tapıram. İki xananın cəminin tapılması. Enter 2 xananın cəmini tapdım. Bərabər qoyub mən bunu durğu işarələri, daha doğrusu riyazi operatorlar vasitəsilə də bu prosesi həyata keçirirəm. Plus riyazi operatorlar vasitəsilə, yəni üstə gəlmə işarəsi riyazi operatorlarımızdan biridir. Enter deyib mənim cavabı tapacaq. Gəlib də siz 2 dəfə klikləyəndə sütun boyu sizin hesabatınızı aparmış olacaq. Gəlin indi buranı silə bir şey də göstərim sizə. Məsələn, bu formula barda da siz bu prosesi həyata keçirə bilərsiniz. Bərabərdir, sam klaviaturadan çağırıram. Fx-in üstünə gələcəksiniz. Sizin üçün belə bir pəncərə aktiv edəcək. Artıq bu pəncərədən samı tapıb tətbiq edə bilirsiniz. Formula bara gərək bərabərdir sam. Düsturun çıxması üçün, yəni Excel'in başa düşməsi üçün mən düstur çağırıram. Bərabər işarəsini şərtli ki qoyam. Normalda sam yazsam çıxmayacaq. Bərabərdir sum yazanda altdan görürsünüzmü? Sama aid olan digər düsturları mənə gətirir. Tab deyib düsturu alırsınız xanaya. Buradan birinci maaşı, nöqtəli vergül, artıq bu qaydadır, siz bunu əzbərləməz. Nöqtəli vergül olmuşsa, vergüldən də istifadə edə bilərsiniz. O sizin baxır, düsturda baxın buradan. Görürsünüzmü, number 1-dən sonra nöqtəli vergül qoyulub. O hissəyə baxırsınız ki, görək nöqtəli vergüldürmü, yoxsa vergüldürmü? Bonusu mötərizəni bağlayırıq. Enter deyirsiniz. Sizə cavabı hesablayacaq. Bu qədər sadə. Tutub bütün sütun boyda 2 dəfə klik və yaxud da ki, aşağı çəkməklə bütün sütun boyu, bütün diapazonun, seçilmiş bu hissə diapazon adlanır. Bütün diapazonun sizin üçün hesablamış olacaq. Gəlir məsələn, sizə belə bir sual verirlər ki, maaşım. Deyək ki, bu avqustda işçilərinə verdiyi maaşdır. Və bu maaşın yekun toplamını istəyir səndən. Bunun üçün avtosamdan da istifadə edə bilərsiniz və yaxud da ki, klaviatura qısa yolu alt bərabərdir. Və siz gəlib avtosamın üstünə bir dəfə klikləyəndə yekun hesabatı, yekun cəmi, maaş diapazonunun yekun cəmini sizin üçün hesablayacaq. Gəlir sam düsturu vasitəsilə prosesi həyata keçirək. Bərabərdir sam. Tab deyib alıram xanaya düsturu. Tab dedim aldım. Bonus diapazonunu seçdim. Baxın görürsünüzmü? Diapazon deyəndə qoşa nöqtə, yəni verilmiş bütün aralıq. Nöqtəli vergül isə 2 dənə xanadır. Məsələn, deyirəm 5 ilə 6-nı topla. Siz ona nöqtəli vergül qoyacaqsınız. Amma mən deyirəm 5-dən 10-a kimi hamısını topla, siz ona qoşa nöqtə qoyacaqsınız ki, o aralıqdakı bütün ədədlərin toplanması. Bax, görürsünüzmü? F2-dən F8-ə qədər qoşa nöqtədir və verilmiş bütün diapazondur. Yəni, mənə ümumi diapazon deyib, enter gəldi mənə həmin bu bonus diapazonunun yekun cəmini tapdım. Məsələn, indi mənə yekun cəmi lazımdırsa, klaviaturadan yox, mən gedək buradan göstərək. Hər cür üsulla göstərmək istəyirəm ki, sizə çaşmayasınız. Məsələn, samı tapaq buradan. Tapır mənə, açır mənə belə bir pəncərəni. Number 1 hissəsinə lazım olan diapazonu seçirəm. Number 2 qalır. Yəni, ikinci bir diapazon lazım deyil də. Yəni ki, mənə yekunun yekun cəmi lazımdır. Diapazonlardakı bütün, görürsünüzmü? Qoşa nöqtə deyib, bütün rəqəmləri burada qeyd edib. Yekun cəmi də verilib. Gəlib təsdiq edirsiniz. Nəysə səhvlik var. Belə səhvlik olanda avtomatik qaytarır. Görək nəyi səhv eləmişik. 0 verməməlidir. Buradan tətbiq edək. Yəni, bu qədər ədədin cəmi 0 ola bilməz. Mötərizəni bağlayıram. Enter. Niyə 0 verir?
Bütün aralığı demişəm, sam demişəm. Düsturda nəlik var ki? Problem yoxdur. Bir də baxaq. Buradan insert function'dan samı tapaq görək nəyə görə 0 verir. Sam. G2'dən G8'ə qədər yekunda da verib əslində qiymətə. Can təzədən yazaq buranı. İndi düzəldi. Olur belə düsturlarda səhvliklər olur. Təkrar yoxlamaq lazımdır. Yekun qiymətini verdi. Yəni biz başa düşdük ki, sən bizə verilmiş xananı nöqtəli vergüldən ayrılmış elementi və yaxud da ki, diapazonu qoşa nöqtə ilə ayrılmış elementin cəmini tapır. Belə, sam isə bizə şərt daxili topla deyir. Şərt daxili topla nədir? Məsələn, mən deyirəm ki, buranı silək kimi. Sam işi başa salam. Şərt daxili odur ki, məsələn, mənə gəlir deyir ki, verilmiş bu diapazonun içərisindəki mindən yuxarıların cəmini tap. Baxaq, birinci klaviatura ilə göstərəcəm. Bərabərdir sam, F-i çağırıram, klaviaturadan yığdım. Düsturu tam xanaya daxil etmək üçün tab deyib onu aldım xanaya. Bu açılan pəncərədə görürəm ki, range var, kriteriya var və düsturun davamı var. Range mənə deyir ki, sənə lazım olan aralıqdakı, sonra nə verib? Nöqtəli vergül. Kriteriya mənə lazım olan şərt. Həmişə mənə lazım olan kriteriyanı fərqləndirirəm. Yəni, dırnaqda yazıram onu. Yəni, o bir qaydada kriteriya dırnaqda yazılmalıdır. Dırnaqda deyirəm ki, böyükdür. 5000 məsələn deyirəm. Yəni, bu şərtdən mən elə başa düşəcəm ki, bunu başa düşəcəm ki, 5000 deyib mütləq dırnağı bağlayırıq. Çünki kriteriya hissəsi bu dırnaqda yazılmalıdır. Dırnaqda böyükdür 500 mənə lazım olan kriteriyadır. Dırnaqda yazmasanız, sizə xəta pəncərəsini gətirəcək. Yəni, bu pəncərəyə deyəcək ki, get düstura bir də bax. Mötərizəni bağlayıram. Gəldik mötərizəni bağladıq, baxdıq düstura. Bu düstur mənə deyir ki, Y2-dən Y8-ə qədər, yəni qoşa nöqtədir, diapazondur, bütün aralıqdır. 5000-dən böyüklərin cəmini tap. Enter vuracam, mənə həmin bu diapazonda, hansı ki 5000-dən yuxarı ədəd görürsə, həmin ədədlərin cəmini gəlib hesablamış olacaq. Siz bu pəncərədə böyük işarəsini kiçik ilə əvəz etsəniz, gələcək 5000-dən kiçiklərin cəmini tapacaq. Siz gələcəksiniz bu pəncərədə, məsələn, böyük bərabərdir, deyək ki, 5400, neçə deyək, 32. Böyük bərabərdir. Yəni ki, həm özünü götürəcək 5432-nə, həm də ki, ondan böyüklər götürəcək. Böyük bərabər budur. Enter gələcək mənə həmin o verdiyim şərtə uyğun olaraq cəmini gətirib hesablayacaq. Bu da samifli şərt daxili toplamadır. Məsələn, gələk həmin o pəncərədə şərt daxili toplamanı nəzərdən keçirək. Samifi tapdım. Açılan bu dialoq pəncərəsində kriteriya, range və sum range davamı deməkdir. Məsələn, range mənə deyir ki, lazım olan aralığında, bonus aralığında kriteriya mənə lazım olan şərtdir. Siz bu kriteriyanı dedim ki, dırnaqda yazmalısınız. Dırnağı açırıq. Mən buna deyirəm ki, şərt olaraq böyükdür. 2000-dən yuxarıların cəmini tap. Dırnağı da mütləq bağlamalıyım.
Gələcək verdiyim şərtə uyğun olaraq qoşa nöqtədir deyə həmin bu qoşa nöqtədə F2-dən F8-ə qədər bütün ədədlər qeyd olunub. Dırnaqdakı şərtim qeyd olunub, kriteriyan və yekunda alacağım məbləğ də qeyd olunub. Gəlib də təsdiq etsəm, yekun hesabatı mən kursor dayanan xanada görmüş olacağım. Sum if də budur. Məsələn, burada baxaq sum if-ə. Gəlib sizə tapşırıq olaraq deyiblər ki, tutalım, bu yekun diapazonunda məsələn 6000-dən yuxarıların cəmi lazımdır bizə. Tuturam, diapazonu seçirəm. Range seçdim, nöqtəli vergül var, doğru işarəsi olaraq dırnağı açıram. Açdığım dırnağa kriteriya böyükdür, 6000 deyirəm. Yəni, şərt olaraq onlara mən deyirəm ki, 6000-dən yuxarıların cəmini tap deyirəm. Enter də vuranda cəmi mənim üçün hesablayacaq. Gəlib 2 dəfə də klik desəniz, sizə hesabat apardığınız xanadakı düsturun açılışını göstərəcək. Məsələn, bu formada. Və gəlib formula bardan siz onu redaktə edə bilərsiniz. Artıq buradan yox, formula bardan da redaktə edə bilərsiniz. Məsələn, gələk enter deyə təsdiq edək. 7230-un üstünə vurdum, formula barda açdı. Siz gəlib bunu formula bardan da redaktə edə bilərsiniz. Məsələn, 5000-dən böyüklərini istəyir sizdən. Redaktə üçün 2 dəfə klik vurub da redaktə edə bilərsiniz. Bu qaydada da redaktə edə bilərsiniz. Yekun nəticəmiz sizcə niyə 0 verdi? Çünki verilmiş bu diapazonda verdiyim şərtə uyğun olan bir element yoxdur. Yəni 5000-dən yuxarı yoxdur. Götürsün burada hesablasın, toplasın. Ona görə də burada 0-ı mənim üçün qaytarıb gətirəcək xanaya. Səbəbi budur. Məsələn, gəldik növbəti sum dedik, sum if dedik, ABC-ni dedik. Məsələn, biz demişdik ki, tutalım xanaya mənfi hər hansı bir ədəd yazmışamsa, sən 6 yazmışamsa. Bu mənfi 6-nı müsbətə çevirmək üçün ABC düsturundan istifadə edəcəm. Çağırdım düsturu, tab dedim, aldım xanaya. Biz bu sumda diapazonla xanalarla iş gördük. Sum if-də də diapazonla xanalarla iş gördük. Numberdə sadəcə buna bir rəqəm yazacağım. Sadəcə buna bir dənə ünvan yazacağım. Artıq burada bayaqçı kimi diapazon, qoşa nöqtə, nöqtəli vergül prosesləri burada yoxdur. Enter deyəcəm, yekunu mənə hesablayacaq. Tab dedim, aldım. Məsələn, yazdım ki, burada yazıram, qeyd edirəm. Mötərizəsini bağlayıb enter deyəndə mənə gətirib həmin ədədi qaytaracaq. Faktorial isə verilmiş xananın faktorialını tapır. Tutalım ki, 5-in faktorialını tapmaq tələb olunursa, bərabərdir. Faktı çağırıram. Tab dedim, aldım. Həmin xananı seçirəm, mötərizəni bağlayıram. Yəni, burada faktorial artıq bilirsiniz də, yəni ki, keçmişi faktorial nədir? Faktorialını hesablayacaq, 120. 5-in içərisində, məsələn, var ki, gəlməlidir. 1 var, 2 var, 3 var, 4 var, 5 var. Sonda da tutalım, qoyurdu ki, nida yadınıza düşürsə, deyirdi ki, tap bunu, yəni faktorialı bunun nədir? Gördüyümüz rəqəmləri bir-birinə vuracam, yekun faktorialını hesablayacaq. Produkt var, keçək produkta. Produkt bizə verilmiş xananın hasilini tapır. Onun üçün gəlin sizdən, məsələn, yazıram ki, çılqı yazıram. Yazıram ki, məsələn, məbləğ. Məbləğ yazdım. Məsələn, kilosu olsun, 4 olsun, 5 olsun, 2 yazır. Gəlin, bu ikilər, bu bir yazsın. Tutal məbləğ də hər hansı bir random məbləğlərə ataq. Görək produktu harada istifadə edə biləcəyik. Belə bir balaca cədvəlimdir. Məsələn, verib mənə. Başlığı da rəngləyək. Burada yazaq ki, yekun yazaq yenə də yeni qayda ilə. Görək produktu harada istifadə edə bilirik. Produkt vurmadı, 2 xananın vurulması üçün istifadə olunur. Yəni, klaviaturadan simvol olaraq vurulmağı bilirik.
Yəni ki, bizim keçən dərslərimizdə keçmişdik, çişxananı vururuq riyazi operatorlar vasitəsilə. Məsələn, burada mən bunu məbləğ olaraq manat qeyd eləyək, daha yaxşı başa düşək. Gəlirdik buradan simvoldan, manat deyirdik. Və burada yazaq ki, məsələn, kiloqram hissəsində yazmaq üçün alt menyudan Custom'a gəlirdim. 0,0 qeyd edib, dırnaqda yazırdım nə? Çıqı. Enter. Belə bir ədəd verdi mənə. Yuvarlaqlaşdıraraq verdi. Yoxdur, bu qaydada qalsın. Məsələn, kiloqram olaraq qeyd etmişsiniz və məbləğ olaraq qeyd etmişsiniz. Yekunu hesablamaq üçün sizə lazımdır nə? Produkt düsturundan istifadə edəcəksiniz. Bərabərdir klaviaturadan produktu çağırıram, tab deyirəm, aldım xanaya. Başqa düstur gəldi, produkt. Tab dedim, aldım xanaya. Məsələn, bu yekunu tapmaq üçün əlimizdə olan kiloqramı vurmalıyıq məbləğə də, düzdürmü? Tutalım o 3 xanası produkta deyir number 1, number 2, nöqtəli vergül verib arada. Nöqtəli vergülü mən də yerləşdirdim, keçdim məbləğ olan digər xanaya və mötərizəni də bağlayanda mənə bu iki xananın hasilini tapmaq üçün kömək edəcək. Siz bunu operatorlar vasitəsilə də həyata keçirə bilərsiniz. Lazım olan xana vurulsun və məbləğ olan xana enter 2 xananın hasilini sizin üçün hesablayacaq. Bu sıfırları da ləğv edə bilirik artıq buradan. Belə bu qaydada gətirib sizə hesablayacaq produkt. Yəni, yəqin ki, başa düşdü, 2 xananın hasilini tapır. Power isə qüvvətə yüksəldir. Məsələn, 2 əsasından 2-nin qüvvəti bizə verirdi 4-ü. 5 əsasından 2-nin 2 verirdi bizə qüvvət olaraq nə? 25-i. Power isə həmin prosesi həyata keçirir. Bərabərdir Power çağırdım. Seçdim düsturu, tab dedim, aldım. Number 1 Power deyir. Number 1 olaraq məsələn yazdıq 5, nöqtəli vergül, Power olaraq deyək ki 2. Mötərizəni də bağlayacağım. Siz bunu xana ilə də tətbiq edə bilərsiniz. Enter gətirir mənə onun qüvvətini göstərir. Məsələn, sizə lazımdır ki, bu işçiyə bu maaşının 2 qatının verilməsi bərabərdir. Qüvvətə yüksəldəcək. Yox. Bu, mən dediyim o 2 qat prosesi produkta aiddir. Bərabərdir. Məsələn, bərabərdir produktu çağıraq. Daha doğrusu Power'i çağıraq. Çünki biz qüvvətə yüksəltməyə baxırıq da. Lazım olan xana, məsələn, hər hansı bir xananı seçdim. Nöqtəli vergül Power'i yerləşdirdim. Power sonra lazım olan qüvvət deməkdir. Tutalım 3 əsasından qüvvətə yüksəlsin. Siz bunu enterdə deyəcəksiniz, gəlib sizə hesablamış olacaq. Və gəlin baxaq formulasında bu Power'i biz açılan dialoq pəncərəsində necə həyata keçirə bilərik. Oradan da göstərim, açılan xanalardan da göstərim sizə ki, necə həyata keçirərik. Trigonometrik və riyazi düsturlardan insert function deyirəm. Buradan mənə lazım olanı seçirəm. Məsələn, mənə lazımdır nə? Buradan sizə həmin o düsturların növüdür. Riyazi, statistiki buradan seçə bilərsiniz. Riyazi deyib, bizə riyazi lazımdır. Power getdi. Bir dəfə klik deyəcəksiniz. Gəlib təsdiq edəndə dialoq pəncərəsini aktiv edir. Baxın, number var. Məsələn, 5. Qüvvət hissəsinə isə lazım olan ədədi. Məsələn, 2-ni yazıram. Gəlirəm bu pəncərədə də görürəm ki, artıq gedişat mənə verib. Adını isə burada görürəm. Gəlib təsdiq edəndə bizə həmin ədədi göstərdiyimiz əsasdan qüvvətə yüksəldəcək. SQRT var. SQRT isə verilmiş kökü tapır, kökü çıxardır. Məsələn, mənə gətirib verib ki, belə bir rəqəm, deyək ki, 25 verib. Biz bu 25-in kökünü bərabərdir. SQRT-ni çağırdım. Yəni, yenə burada da bir xana üzərində proses apara bilirəm. Seçdim. Gəlirəm, mötərizəni bağlaya da bilərsiniz, bağlamaya da bilərsiniz. Yəni, indi gedişat üçün bağlayaq. Ayağı əlimdəydi, mən bağlanmadım. Yenə də hesabat apardım. Enter gəldi, kökünü çıxartdı bizə. SQRT-nin də riyazi düsturlardan da belə bura qədər, burada qeyd etdiklərim idi, riyazi düsturlar. Dərsimizdən bura qədər
İnşallah ki başa sala bilmişəm. Və qurduğunuz cədvəllərdə bunların tətbiq olunmasını, SAM-ın, SAMIF-in, ABC faktorialın cədvəllər üzərində tətbiqini görmək istəyirəm dərsdə. Sağ olun, bura qədər.